Herkese salam uşaqlar. Bugün Akinator oyunu oynayacağıq. Akinator deməli bir cindir. Bizə suallar verərək ağlımızda tutduğumuz şəxsi tapmağa çalışır. Bugün ona çətin olsun deyə Qabili soruşacağam. Ya Allah, getdik. Karakterin kız mı? Hayır. Karakterin Türkiye'den mi? Hayır, Türkiye'den değil. Karakterin gerçek mi? Evet. Karakterin futbolcu mu? Qabil futbolcu değil, yok. Karakterin Kore'de mi yaşamakta? Hayır. Karakterin Amerika'da mı yaşamakta? Hayır. Karakterin Müslüman mı? Evet. Yəqin ki. Karakterin Türk mü? Yani bu Türkiyəli olduğunu soruşur. Oyun Türk oyunudur deyə. Yəni milliyət olaraq demir. Karakterin Azeri mi? Azeri nədir? Azerbaycan Türk. Azerbaycan Türk'ü diyeceksin lan! Karakterin seni tanıyor mu? Hayır. Karakterin YouTuber mu? Qabilə YouTuber demək olar, mən bilmirəm. Bilmiyorum deyəcəm. Karakterin çocuğu var mı? Qabilin uşağı olar da yəqin ki, evet. Karakterin şarkıcı mı? Hayır. Karakterin YouTuber mu? Bilmirəm də, dirənmə. Karakterin çox küfür edər mi? Ayo, arada bir iki dənə söz. Evet. Karakterin Almanya'da mı yaşayır? Qabil Almanya'da yaşayır. Deyəsən Almanya'da yaşayır. Ümid edirəm səhv eləmərəm. Evet deyirəm. Karakterin bir oğlu var mı? Bilmiyorum. Karakterin sohbet yayını yapıyor mu? Aha. Karakterin bir ordu komutanı mı? Yox. Amma deyəsən hərbiçi olub. O vaxt bilmirəm mən. Ancaq bilmirəm deyəcəm. Qabil mən tapdı ala. Oy bula. Nətər tapdı? Sən şoka düşdüm, gözləmirdim. Yəni sən niyə Qabili tanıyasan axı? Qısa oldu uşaqlar. Bəlkə birində soruşaq. Mən düşünürdüm ki, bir 50 dənə 60 dənə sual verəcək bu mənə 2 saatdan sonra tapacaq. Gəlin də birində soruşaq. Mən bir dənə fikirləşim. Bəlkədən YouTuberlardan soruşsam ya da ki belə tanınmışlarımızı soruşsam tapacaq. Çünki Qabil də tapdı. İndi mənim maraqlı gələn Baboşu tapacaq ya yox. Yəni onu yoxlamaq istəyirəm. Aha, başlayaq Baboşu soruşaq. Karakterin kadın mı? Hayır. Karakterin Türkiye'de mi yaşıyor? Hayır. Karakterin gerçek mi? Evet, insanlı yani. Karakterin futbolcu mu? Dəxli də yoxdur. Hayır. Karakterin Kore'de mi yaşamakta? Hayır. Karakterin yabancı mı? Yani Türkiye oyunu olduğu için yine yabancı seçeceği. Evet. Karakterin bir YouTuber mu? Hayır. Karakterin öldü mü? Yok. Karakterin daha önce bir dizide veya filmde oynadı mı? Hayır. Karakterin sporcu mu? Hayır. Karakterin Amerika'da mı yaşamakta? Hayır. Karakterin 30 yaş üstü mü? Baboş 30 yaş üstüdür görəsən. Bilmirəm. Karakterin saçı var mı? Var, evet. Karakterin şarkıcı mı? Hayır. Karakterin bir oyundan mı? Hayır. Karakterin Müslüman mı? Evet. Karakterin Azeri yok da bayaq nə danışdıq? Evet. Karakterin çocuğu var mı? Baboşun uşağı yoktu. Hayır. Karakterin Leyla ile Mecnun'dan mı? Hayır. Karakterin şişman mı? Evet. Karakterin ismi komik mi? Evet. Baboş məncə gülməli isim. Karakterin söhbət yayını yapıyor mu? Söhbət yayını. Karakterin hiç ameliyat geçirdi mi? Bilmirəm. Karakterin bir meyve mi? Hayır. Allah tapdı səni, tapdı. Sən niyə varsan axı? Sən niyə Baboşu bilirsən? Şokdayım Allah'ın olsun. Baboş TikToker. Şola bunu necə tapa bilər? Yəni hardan bilirsən? Yəni Azərbaycandan bir TikToker niyə tanıyasan ki sən? Nə bilim, çox maraqlı gəldi mənə. Tapdım Ayaz, laf tapdın. Harika, bir kere daha doğru tahmin. Baboş. Yəni Baboşu tapdığımıza sevinmədim açığı. Yəni Baboşu Akinator tanıyır ki, özümü axtarsam tapmayacağam, məni tanımır. 5277 dəfə Baboşu burada axtarıblar. Oy bulə, məndən başqa bekarlar da var imiş. Nəysə uşaqlar, video belə idi. Ümid edirəm bəyəndiniz. Abunə olub like atmağı unutmayın. Öpürəm, özünüzə yaxşı baxın.